Bu əsər Çaykovskinin Uşaq albomu silsiləsindən olan 16 nömrəli qədim fransız nəğməsidir. Bildirmək istəyirəm ki, bu əsərin tonallığı sol minordur və əsər sadə hissəli formada yazılmışdır. Biz az öncə qeyd elədik ki, nəzəri hissədə, təhlil dərsimizin nəzəri hissəsində bu əsərin haqqında danışanda sadə hissəli formanı bilmək lazımdır və sadə hissəli formanın əsas qaydalarından biri budur ki, birinci hissə mütləq period formasında olmalıdır. İkinci hissə period formasında ola bilər, sərbəst quruluşda da ola bilər. Bu əsərdə isə biz onu axtaracağıq. Bu sadə hissəli formanın reprizli növüdür. Bildiyiniz kimi sadə hissəli formanı öz daxilində iki növə bölünür və reprizli və reprizsiz olmaqla iki yerə ayrılır. Bu əsər isə sadə hissəli formanın reprizli növüdür. Yəni ikinci hissə ikinci cümləsi, birinci hissə ikinci cümləsini təkrar edir.